Axşamınız xeyir, efirdə günün nəbzi proqramıdır. Bugün biz Azərbaycanda milli özünü dərk, ümumilli problemlərə fəal münasibət, ümumi problemlərə biganəlik, iqtisadi, siyasi və mədəni proseslərə milli aspektdən baxış məsələlərini müzakirə edəcək. Qloballaşma milli dəyərləri arxa plana keçirir, kosmopolitizm meyillərini gücləndirir. İqtisadi amilin bütün başqa amillərdən önə çıxması səmərə amilini, emosional amilləri, irrasional hissləri korlaşdırır, passivləşdirir. Bugünkü həmsöhbətlərimiz məndən sağda akademik Ziyad Səmədzadə, akademiyanın müxbir üzvü Nizami Cəfərov, fizika riyaziyyat elmləri doktoru Hamlet İsaxanlı və nəhayət akademiyanın müxbir üzvü Rasim Əlquliyevdir. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Hamıya istəyirəm belə bir sual verəm ki, qloballaşmanın yaratdığı bu problemlərin olması ilə siz razısınızmı ki, belə problemləri qloballaşma özü ilə gətirir və bu sahədə Azərbaycanda vəziyyət necədir? Bizim milli mövcudluğumuzu qorumağımız ümumiyyətlə mümkün olacaqmı və yoxsa qloballaşma Azərbaycana bu istiqamətdə mənfi təsirlər göstərir? Buyurun. Çox sağ olun, çox maraqlı bir mövzudur. Qloballaşma obyektiv bir zərurətdir. Artıq bütün dünya dövlətləri bu fikirlə tam razıdırlar ki, qloballaşma zamanın tələbidir. Dünya inkişaf edir, yəni inteqrasiya əlaqələri inkişaf edir və beləliklə də milli dövlətlərin qorunması qloballaşma şəraitində hansı istiqamətdə getməlidir sualı ortaya çıxır. Mənim mövqeyim ondan ibarətdir ki, qloballaşma dərinləşdikcə suveren dövlətlərin problemləri də artır. Lakin düzgün siyasət seçildikdə qloballaşmanın mənfi nəticələrini xeyli dərəcədə azaltmaq olar. Yəni, biz bugün istəsək də, istəməsək də qloballaşma ilə üzləşirik. Lakin, bir daha təkrar edirəm ki, elə siyasət yeridilə bilər ki, qloballaşmanın mənfi nəticələri minimuma endirilsin. Bir gün Azərbaycan dövlətinin apardığı siyasət məhz bu istiqamətdə gedir. Dövlət başçısı İlham Əliyev dəfələrlə bu barədə öz mövqeyini açıqlamışdır. Biz açıq iqtisadiyyat qururuq, dünya ölkələri ilə əməkdaşlığımızı genişləndiririk. Lakin bütün bu siyasətin ana xəttini ilk növbədə milli maraqların qorunması təşkil edir. Milli maraqların qorunması üçün nə etmək lazımdır? Yəqin ki, mənim həmkarlarım əlavə danışacaqlar. Mən bir neçə kəlmə demək istərdim ki, qloballaşma şəraitində ən ciddi zərbə milli mənəvi dəyərlərə deyir, bir də milli iqtisadiyyata deyir. Milli iqtisadiyyat özünü qorumasa, qloballaşma şəraitində suveren dövlətin iqtisadiyyatından söz gedə bilməz. Azərbaycan dövləti isə son illərdə müstəqilliyini əldə etdikdən sonra milli iqtisadiyyatın formalaşması istiqamətində cəsarətli addımlar atır. Qloballaşma şəraitində biz artıq yeni iqtisadi sistem yaratmışıq. Qloballaşma şəraitində biz dünya ölkələri ilə 100-dən artıq ölkə ilə əməkdaşlıq edirik və müstəqil siyasət yeridirik. Azərbaycan dövlətinin başçısı bu yaxınlarda da çıxışında bir daha vurğuladı ki, biz dünya birliyinin tam üzvüyük. Dünya böhranı şəraitində bir çox dövlətlər əziyyət çəkdilər böhrandan. Amma Azərbaycan dövləti ən riski az olan dövlətlər siyasətində meydana fəaliyyət göstərdi. Nə üçün? Biz qloballaşmanın doğurduğu fəsadları düzgün müəyyənləşdirdik və dünya böhranından təsirini azaltmaq üçün düzgün siyasət seçdik. Milli iqtisadiyyatın formalaşması, daxili bazarın qorunması, milli mənəvi dəyərlərin ön plana çəkilməsi, iqtisadi siyasətin formalaşmasında iqtisadi təhlükəsizlik prinsipinin ön plana çəkilməsi təbii ki, bizim qloballaşma şəraitində imkanlarımızı genişləndirir. Yəqin ki, müzakirələr prosesində həmkarlarımı danışsınlar. Çox sağ olun, Ziyad müəllim. Siz bu milliliyin iqtisadi əsaslarından danışdınız, amma hər halda əvvəldə hiss olub, yəni əvvəldə ideya olub, belə deyək. Materialistlərlə idealistlərin arasında həmişə belə bir mübahisə olub. Siz necə fikirləşirsiniz? Ümumiyyətlə, əvvəldə bu hiss olmalıdırmı? Yalnız hiss olanda iqtisadiyyatın və bu rasional deməli hücumların qarşısını almaq mümkün olur. Bilirsiniz, əslində dünya yaranandan, insan cəmiyyəti yaranandan bu inteqrasiya prosesi gedir.
Yəni bu humanist bir prosesdir. Əgər biz bunun əksinin üzərində dayansaq, yəni bu ictimai münasibətlər prosesi, insanların münasibəti prosesi, xalqların münasibətləri prosesi təcrid olunmaya doğru gedir. Bu artıq daha böyük faciə olardı. Yəni təcrid olunmanın fəlsəfəsi və humanizmi yoxdur. Amma Ziyad müəllim tamamilə doğru deyir ki, bu obyektiv bir prosesdir. Yəni bugün kimsə əlinə bir silah ala və yaxud kimsə əlinə bir qələm ala, mübarizə apara ki, gəlin qloballaşmayaq, bu mümkün olası bir şey deyil. Bu qeyri-mümkündür. Qeyri-mümkün olan nə varsa, onunla artıq hesablaşmaq lazımdır. Ona qarşı çıxmaq yox, onun gedişinə nəzarət eləməyi bacarmaq lazımdır. Təbiidir ki, yəni orta əsrlərdə, eləcə də lap yeni dövrün əvvəllərində gedən inteqrasiya proseslərində milli mənliyi qorumaq o qədər də güclü proses deyildi. Yəni elə bil ki, insanlar daha çox birliyə doğru gedirdilər. Bir birlik təzyiqi, indi siz deyirsiniz o ruh, mənəviyyat, bir birlik təzyiqi deyək ki, din idi. Din birləşdirirdi və bir-birindən rənglərinə görə, dillərinə görə, əhval-ruhiyyələrinə görə, xarakterlərinə görə fərqli xalqlar ya müsəlman olurdular, ya xristiyan olurdular, ya Musəvi olurdular, yəni istər-istəməz və həmin xalqlar mədəni xalqlar hesab olunurdu. O xalqlar ki, hətta bu, belə deyək, dünya dinlərini ki, qəbul eləyə bilmirdilər, bundan kənarda qalırdılar və öz ənənəvi dinləri üzərində öz həyatlarını qururdular, o xalqlar geri qaldı. Yəni, istər-istəməz bu inteqrasiya, elə bilirəm ki, yəni nə qədər iqtisadi təsərrüfat əsasları, nə qədər texnoloji əsasları olsa da, çox ciddi mənəvi əsasları var. İnsanlıq bir tipologiyadır. Biz nə qədər müxtəlif millətlərdən ibarət olsaq da, insanlıq adlanan, ümumbəşərlik adlanan bir dəyər var. O, milli mənəvi dəyər, yəni ayrı-ayrı xalqların dəyərləri qədər önəmlidir. Çünki dünyanın bugün, belə deyirlər də, böyük bir kənd halına gəlməyi istər-istəməz o kəndin ruhu ilə, o kəndin dili ilə danışmağı məcbur eləyir. Ümumi bir dil tələb eləyir. Bax, deyək ki, çox mühüm inteqrasiya əlamətlərindən biri dildir. Biri ədəbiyyatdır. Geniş mənada, lap deyək, incəsənətdir. Elə sahələr var ki, orada inteqrasiya daha rahat gedir. Məsələn, musiqidə. Bizim üçün vacib bu ya başqa bir xalqın musiqisinin leksikonunu başa düşmək o qədər vacib deyil. Yəni, biz müxtəlif xalqların musiqisinə eyni hörmət və məhəbbətlə, işimizdən gələn duyğularla və idrakla qulaq asa bilirik. Amma deyək ki, ədəbiyyatlar üçün artıq tərcümə lazımdır. Bu da bir inteqrasiyadır. Yəni, bu milli zəmində inteqrasiyadır. Və yaxud deyək ki, bugün dünyanın ən populyar dilinə çevrilib ingilis dili. Yəni, istər-istəməz biz bundan, bu dillə hesablaşmalıyıq və bu dili öyrənməliyik. Bugün, indi Rasim müəllim bu sahənin mütəxəssisidir. Bugün informasiya texnologiyaları ümumidir. Yəni, bəzən hətta dili əvəz eləyir, deyək, dilin texnologiyalarını əvəz eləyir. Yəni, istər-istəməz biz ya Azərbaycan olaraq, ya məsələn deyək, hər hansı bir inkişaf eləmiş xalq olursa olsun, onunla qüdrətliyik ki, onunla qüdrətli ola bilərik ki, həm də bu inteqrasiyadan kənarda qalmayaq. Özü də fərqi yoxdur. İnkişaf eləmiş xalqlar, inkişaf eləmiş millətlər nə qədər inteqrasiya olunsa da dünya, öz mənliyini qoruyub saxlayır. Bu onun təbiətidir. Nizam müəllim, gəl mən sualı bir qədər də başqa cür qoyum. Məsələn, Ziyad müəllim dedi ki, iqtisadi səmərəsi var. Həm qloballaşmanın iqtisadi səmərəsi var. Ticarət, yəni ki, qlobal mahiyyət kəsb eləyir və iş adamları istəyirlər ki, başqa ölkələrlə aktiv ticarət əlaqələrində olsunlar. Və bu qloballaşmanın gətirdiyi iqtisadi səmərədir. Amma eyni zamanda daxili bazarın qorunması da bir başqa kateqoriyadan olan sahibkarlara iqtisadi səmərə gətirir. Bəs milli təəssübkeşlik,
milli birlik, yəni ki, patriot olmağın özü hansısa bir rasional səmərə verirmi? Biz niyə bir yerdə olmalıyıq? Niyə bizim ümumi milli hədəflərimiz var və o hədəflər hər bir Azərbaycanlıya nə verir? Və biz niyə patriot olmalıyıq? Qloballaşma deyəndə biz eyni cinsli hadisələrin inteqrasiyasını nəzərdə tutmuruq. Yəni, məsələn, əslində qloballaşma daha çox o müxtəlif mədəniyyətlər, müxtəlif düşüncə texnologiyalarının bir araya gəlməsidir. Hətta burada mən deyim ki, indi iqtisadiyyatda da mənə elə gəlir o elədir. Mədəniyyətdə, incəsənətdə, mənəviyyatda qloballaşma, yəni birdən-birə deyək, sıfır nöqtəsindən ən yüksək nöqtə arasında əlaqələrin bərpa olunması kimi deyil. Yəni, bugün Azərbaycanın özündə də bir millət olaraq Azərbaycan xalqı istər-istəməz bir inteqrasiya gedir. Yəni, dünyanın ümumi qloballaşması, ümumi inteqrasiya meyilləri Azərbaycanın, o cümlədən də hər bir ölkənin daxilində bu inteqrasiyanı gücləndirir. Biz çıxırıq, dünya Azərbaycanlıları söhbətini biz deyim ki, məsələn, keçən əsrin 30-cu illərində, 50-ci illərində, lap elə sonralarda eləmirdik. Amma indi dünyanın qloballaşması dünya Azərbaycanlıları anlayışını ortaya çıxardır. Yəni, əslində, biz bu qloballaşmaya eyni zamanda miqyasımızın genişliyini ehtiva eləməklə getməyə məcburuq. Yəni, bir daxili bir inteqrasiyanı da tələb edir. Biz bugün mənəvi sahədə, mədəni sahədə, eləcə də siyasi, ideoloji sahədə Türk dünyasının birliyindən danışırdıq. Bu söhbət təbiidir ki, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində də olub bu türkçülük ideyaları, ümummilli ideyalar. Amma bu qədər praktik və bu qədər dərhal məhsuldarlığını verən bir şəkildə olmuyor. Yəni, istər-istəməz dünyanın qloballaşması bizim o daxili mütəşəkkilliyimizi təmin eləyir və biz əvvəlkindən daha artıq bir milli duyğu ilə hərəkət eləməyə və öz milli kontekstimizdə hərəkət eləməyə məcburuq. Yəni, bu prosesdə gedir. Amma təbiidir, istər-istəməz biz dünyanı da qəbul eləyirik. Amma bu təkcə onunla getmir ki, dünya bizi qəbul eləmir. Dünya da bizi qəbul eləməyə məhkumdur. Amma dünya da o şeyi qəbul eləyir ki, o gözəl olsun. Nizam müəllim, o maraqlı olsun. Dünya bizə ağuşuna alır. Bu bizdən asılı olmayan obyektiv prosesdir, gedir. Bəs biz necə buna özümüzün milli təəssübkeşliyimizlə və biganə olmamağımızla bir çox milli məsələlərə, siz dediniz ki, daxildə də bir inteqrasiya olmalıdır. Bu artıq ciddi problemdir şübhəsiz. Əgər bunu nə təmin eləyəcək? Əgər mən mədəni bir xalqamsa, mənim yüksək inkişaf eləmiş iqtisadiyyatım varsa, mənim güclü intellektim varsa bir xalq olaraq, istər-istəməz bu dünya üçün vacibdir. Dünya bunu qəbul eləməlidir və eləyəcək. Yox, əgər mənim səviyyəm aşağıdırsa, bir millət olaraq, bir xalq olaraq, idarəçilik texnologiyasından başlamış təsərrüfat texnologiyalarına qədər, mən dünya üçün o qədər maraqlı deyiləmsə, istər-istəməz mən dünyada udulacam. Və yaxud mən öz mühitimdən, öz etnik mədəni sistemimdən təcrid olunaraq, yəni dünya Azərbaycanlı kimi, Türk kimi, Özbək kimi, Türkmən kimi inteqrasiya olunacamsa, yəni bu cür təcrid olunmuş şəkildə, təbii ki, daha tez uduzacam və daha tez udulacam. İstər-istəməz, yəni o böyük miqyasımla mən dünyaya daxil olmalıyam və bunun üçün də əlbəttə, bunu dünya seçir. Bir cümlə mən deyim, yəqin sonra Rasim müəllim, Hamlet müəllim özümdən. 20-ci əsrin axırlarında Amerikada çox böyük sədaya malik olan, səbəb olan bir kitab çıxdı. 20-ci əsr, 21-ci əsr Konyec nasionallik suverenitetov tərcüməsi belə idi. 21-ci əsrdə qloballaşma o qədər yüksək sürətlə gedəcək ki, milli suverenliklər mahiyyət itirəcək. Ona görə Nizami müəllim tamamilə haqlı olaraq dedi ki, biz dünyaya tariximizlə, ədəbiyyatımızla, dilimizlə, mədəniyyətimizlə və güclü iqtisadiyyatımızla çıxmasaq, təbii ki, bizim üçün çətin olacaq. Bugün də Azərbaycan dövləti məhz bu istiqamətlərdə işi sürətləndirməyi vacib hesab edir. Yəni,
qloballaşma şəraitində uduzmamaq üçün biz bütün saydığım istiqamətlərdə qabağa getməliyik. Bizi heç kim çağırmır. Biz özümüz Doğrudur. Biz özümüz hücuma keçməliyik. Yəni milliyyətimizi qorumaq üçün Azərbaycan kəlməsini, Azərbaycan sözünü dünyaya çatdırmaq üçün bütün istiqamətlərdə biz fəaliyyətimizi canlandırmalıyıq. Yəni bu təkcə dövlət yox, hər birimiz, o cümlədən hər bir intellekt sahibi bunu etməlidir. Amma burada yəni ki, bu sadaladığınız resurslardan əlavə, bu material, maddi resurslardan əlavə, həm də yəqin hisslər də olmalıdır. Bəli, İrrasional bəlkə də, bəli, heç də həmişə izah olunmayan, yəni ki, səbəbsiz bəlkə. Buyurun. Bəli. Qarışım burada məsələyə. Deməli, Nizam müəllim də qeyd elədi, Ziyad müəllim də, yəni bu qloballaşma çoxdan başlanan bir prosesdir. Yəni çap başına icad olundu, dünyada hamı kitab oxumağa başladı. Telefon əmələ gəldi, hamı danışmağa başladı. Radio, televizor, dünya müəyyən mənada bütövləşdi. Nəzəriyyəçilər hesab edirlər ki, qloballaşma ən yüksək həddinə 80-ci illərin axırı, 20-ci əsrin, 90-cı illərin əvvəllərində çatdı. Çünki dünyanı azad bazar iqtisadiyyatı bürüdü. Həm sosializm çöktü, bürüdü, həm də bütün bazar iqtisadiyyatı və Çin də burada istisna deyil əslində. Çünki Çin də dövlətin nəzarət elədiyi bir kapitalizm, azad iqtisadiyyata əmələ gəldi. Və bunun müsbət cəhəti odur ki, dünya bütövləşdi. Yəni, iqtisadi cəhətdən bütövləşdi, sərbəstlik artdı və o bütövləşmə deyildiyi kimi təcrid olunmanı aradan qaldırdı. Yəni artıq bu gün nə qədər çalışsan, sərhəd saxlaya bilməzsən. Əgər bir xalq, bir ideologiya, bir insan durub desə ki, bu sərhədlər qapalı qalmalıdır, o qəbul olunur. Amma məsələnin başqa tərəfi var. Özümüz kimi daxil olmalıyıq. Məsələnin başqa tərəfi var ki, yəni bu qloballaşmanın o biri tərəfdən nə deyir ki, böyük dövlətlərə, böyük güclərə, qüdrətli dövlətlərə daha böyük şans verdi. Çünki o qüdrətli dövlət açıq olan dünyada, bütöv olan dünyada daha rahat hərəkət edə bilir. Və kiçik dövlətlər, kiçik xalqlar müəyyən mənada istismar olurlar. Bu bir tərəfdən. İkinci tərəfdən bu mədəni imperializm deyilən bir termin var ki, yəni bu ölkələr, Amerika kimi ölkələr tək öz siyasətinlə, iqtisadiyyətinlə deyil, onun o McDonald mədəniyyəti deyilək, ya bu Hollywood mədəniyyəti, zorakılıq mədəniyyəti deyilək, bunu da dünyaya yayılır. Və bu mədəni imperializmlə necə mübarizə eləmək yollarından biri odur ki, sənin özünün milli kimliyin, milli hisslərin, vətən hissi, necə ki, insan ata-anasız, arxa olmadan özünü yaxşı hiss eləmir, sənin insan üçün də o milli kimlik, o vətən hissi, o xalq hissi, o bir dayaqdır, o ona qarşı durmaq üçün. Yəni, bunun üçün də, bunu kim qorumalıdır? Bunu qoruyan 3 qüvvə olmalıdır. Bunun biri dövlətdir. Yəni, milli dövlət həm xalqın mənafeyini, həm özünün iqtisadi mənafeyini qoruya bu siyasəti yürüdür. İkincisi, bunun təhsil sistemidir ki, məktəbdən başlamış insanlarda, uşaqlarda bu açıq dünyada həm də biz kimiyik, biz nəyik, bizim nəslimiz, xalqımız, millətimiz, kimliyimiz, musiqimiz, mədəniyyətimiz hansı ki, biz onsuz özümüzü hiss eləyə bilmərik. Qlobal dünyada. Təhsil, tərbiyə sistemi. Və nəhayət media. Çünki medianın, televiziyanın, radionun, qəzetin, internetin bunu olur qeyri-adi dərəcədə düzdür. Bu ziddiyyətlidir. Burada rol ziddiyyətlidir. Gözəl də şeylər gətirə bilir, ziddiyyətli şeylər. Çox sağ olun. İndi Rasim müəllim, mən sizə bir sualı müraciət etmək istəyirəm. Çox yaxşı bir yerə gəldi söhbət ki, biz o qlobal şəbəkəyə daxil olmalıyıq. Biz ora necə daxil oluruq? Özümüz kimi necə daxil oluruq? Və bugün internet resurslarında ümumiyyətlə Azərbaycanın çəkisi necə? Sizi qane eləyirmi? Əvvəla mən əvvəlki o məsələlərə münasibətindən sonra gəlirəm o həmin məsələyə. Biz qloballaşmadan danışırıq. Doğrudan da son zamanlar bu, belə deyək ki, həm onun müsbət tərəfləri vardır. Çünki insanlar bir-birinin tanış olur, bir-birinin min illərdən bəri topladığı o potensiala çıxış imkanı əldə edirlər. Biliklərə, təhsilə, müxtəlif belə nailiyyətlərə, sərvətlərə. Amma onun mənfi tərəfləri də var. Burada bizim hörmətli alimlərimiz qeyd etdiyi kimi,
Amma qloballaşmanın əgər belə deyək ki, uzun bir müddət tarixinə bir nəzər salsaq görərik ki, əvvəllər qloballaşma qeyd edildiyi kimi həmişə olubdur. Amma onun inkişaf tempi, onun addımları zəif olubdur. Yəni onu cəmiyyət o qədər hiss eləməyibdir. Bu bir növ bir təkamül xarakteri daşıyır. Biz də SSR-in tərkibində olduğumuza görə. Yəni bəli, onun da faktı, onun da müxtəlif amilləri vardır. Həm SSR-in tərkibində var idi. Ümumiyyətlə elmi-texniki inqilabın inkişaf səviyyəsi, ümumiyyətlə dövlətlər arasındakı münasibətlər, ideoloji səbəblər, iqtisadi münasibətlər, yəni bütün bunların hamısının kökündə o dururdu ki, informasiya, kommunikasiya texnologiyaları hələlik ölkələri bir-biri ilə yaxşı səviyyədə bağlaya bilmirdi. Burada bizim hörmətli alimlərimiz qeyd elədi ki, televiziya, radio, telefon, kitab və s. bütün bunlar hamısı kommunikasiya vasitələri kimi bir ölkədə olan məlumatın digər ölkəyə yayılması, birinin digərinin mədəniyyətindən tanış olması, birliyinə çıxış imkanı əldə etməsi və s. bütün bunların hamısı gətirib ona çıxartdı ki, keçən əsrin 70-ci illərində internet deyilən bir fenomen ortaya çıxdı və bu internet bir ümumdünya hörümçək toru kimi bütün xalqları, bütün millətləri, bütün ailələri, bütün şəxsləri bir-birindən demək bağlamaqdadır. Yəni bir növü dünya üzərində bir mühit formalaşdı. Yəni bu mühit sosial kommunikasiya mühiti kimi bütün insanlar bir-biri ilə əlaqə yaratmağa başladı. Bu əlaqənin üzərində başladı yeni münasibətlər, iqtisadi münasibətlər, hüquqi münasibətlər, milli mənəvi münasibətlər, təhsil münasibətləri, elm münasibətləri. Yəni insanlar arasında nə qədər münasibətlər varsa, bütün münasibətlər hamısı demək həmin o internetin üzərində həyata keçirilir. Amma baxaq görək, qloballaşan nədir? Qloballaşan coğrafi məkan deyil. Elə Azərbaycan da yerindədir, başqa ölkələr yerindədir. O ölkələrin üzərində olan informasiya dünyası, informasiya o mühiti qloballaşır. Ona görə də bu prosesin özü dərinləşdikcə, yeni informasiya texnologiya ortaya çıxdıqca, kütləvi mədəniyyət ortaya çıxdıqca, əlbəttə ki, qloballaşma çox böyük sürətlə bir növ bir inqilabi xarakter alır. Bu get-gedə artır. Qayıdıram o məsələyə ki, qloballaşma prosesində ayrı-ayrı xalqlar, millətlər özlərini necə aparmalıdır, dövlətlərin siyasəti necə olmalıdır ki, bu təhlükədən, yəni həm onu xeyrinə istifadə edəsən, amma təhlükəsini də minimallaşdırasan. Çünki bu təbii prosesdir. Düzdür, onun obyektiv və subyektiv tərəfləri də var qloballaşmanın. Biri var ki, onun obyektiv tərəfi internet inkişaf edir, insanlar bir-birinə əlaqə saxlayır. Onun o mənfi tərəfləri də var ki, qlobalistlər deyirlər dünyada. O qlobalistlər müxtəlif üsullardan istifadə edərək, həm də onun anti-qlobalistləri vardır. Yəni onun qlobalist tərəfləri var ki, dünyada o qloballaşma prosesindən mənfəət götürmək, yəni öz maraqlarını uyğunlaşdırmaq üçün müxtəlif beynəlxalq qurumlar yaradırlar, müxtəlif qanunlar qəbul edirlər, beynəlxalq o hüquqi sistem yaratmaq istəyirlər. Yəni öz maraqlarını, bəli, indi o keçiciliyini mən hələ deyə bilmirəm mən, amma onu bilirəm ki, o qlobalistlərin məqsədi ondan ibarətdir ki, bu prosesin özündən çoxlu mənfəət götürmək istəyirlər, özlərinin təsir dairəsini genişləndirmək istəyirlər, dünyaya bir növ hökmranlıq etmək istəyirlər. Bütün bunlar hamısı müşahidə olunur və bir sıra ayrı-ayrı ölkələrdə o qlobalistikanın əksinə gedən qüvvələr də meydana çıxır ki, bunlar hamısı süni şəkildə bir növ elə bil ki, sürətləndirərək başqa ölkələrin dilinə, milli mənəvi dəyərlərinə, onun iqtisadiyyatına, onun daxilində gedən başqa proseslərə, hətta o milli suverenitetə, dövlətin təhlükəsizliyinə, dövlətçiliyin özünün əsaslarına qarşı müəyyən addımlar da atırlar. Bunu din adı altında aparırlar. Müxtəlif missionerlər var ki, müxtəlif ideoloji, o ziyanlı ideoloji o təsirləri başqa ölkəyə bir növ yönəldirlər. Müxtəlif informasiya resurslarından istifadə edərək onları zəhərləyirlər. Hal-hazırda qayıdıram sizin sualınıza ki, dünyada internetin özü dünyanın... Ona keçməmişdən əvvəl, burada bütün bu, siz böyük təhlükələrin adını çəkdiniz. Bunun hamısının nə zaman bu təhlükənin qarşısını almaq olar? Bunu hamısı dövlətin öhdəsinə düşür onun qarşısını almaq? Yoxsa yox, burada artıq hər bir kəsdən söhbət gedir? Burada demək... Ona görə ki, siz qloballaşmada, məsələn, qloballaşmanın simvolu beyzbol şapkası, Coca-Cola və cheeseburger, yəni ki, bütün bunlar insanlara qadağan eləmək olmaz. Yox, sadəcə olaraq həmin prosesdə biz demirik ki, yer fırlanmasın. Yer fırlanır, gecəsi var, gündüzü var. İşi elə qur ki, sən o işdən yaxşı səmərə götürəsən də. Yəni ki, o yerin əksinə, yerin məsələ üçün inkar elə ki, yer fırlanmasın, yer məsələ üçün niyə bu şəkildə o qanunlara tabidir və s. Yox, söhbət ondan gedir ki, sən o prosesi yaxşı dərk etməlisən, işi ona yaxşı uyğunlaşdırmalısan və qloballaşma prosesinin özünün mahiyyətini dərk etmək, iqtisadiyyatda gedən prosesləri, siyasətdə gedən prosesləri, milli mənafini orada sən hiss eləməlisən, necə qorunmalısan. Burada hər bir vətəndaşın rolu var, hər bir ziyalının rolu var, ümumiyyətlə dövlətin özünün
özünün müəyyən öhdəlikləri var və qayıdıram həmin o sizin verdiyiniz suala ki, internet dünyası necədir? İnternet dünyası baxmayaraq ki, bəli, bugünkü vəziyyət bundan ibarətdir ki, bütün dünya üzrə bu günləri 230 milyondan da çox veb-sayt vardır. Yəni, ümumdünya hörümçək torunun çəkisi bu günləri 230 milyondan çoxdur. Yəni, əlbəttə ki, bu hər gün inkişaf edir. Günü-gündən bu veb-saytlar artır və ümumiyyətlə dünya üzrə 80-90% bu informasiya resurslarının, yəni o informasiya resursları müxtəlif cür olaraq bilirsiniz, onun elmi resursları, təhsil və s. onlar çoxdur. Onların 80-90% qərbdə toplaşıbdır. Bir növ o dediyiniz kimi elə bil ki, dünyada bu intellektual resursları, informasiya resursları elə bil ki, balans pozulubdur. Yəni, bütün hamısı Avropa və digər o inkişaf etmiş ölkələrdə toplaşıbdır. Yerdə qalan bütün insanlar bir növ ora öz töhfəsini verir, həmin resurslar gəlib demək, o çox tərəfdə toplaşır. Yəni ki, bir növ qloballaşmanın özü internet mühitdə elə bir imkan yaranır ki, varlılar daha çox varlanır. Kasıblar daha da çox vəziyyətə düşürlər. Yəni, bu təhlükədir. Bunun da qarşısını almaq üçün əlbəttə ki, o milli informasiya məkanını inkişaf etdirmək lazımdır. Burada hörmətli akademik Ziya Səmədsada qeyd etdiyi kimi, milli iqtisadiyyatın özünün formalaşması kimi, o iqtisadi təhlükəsizlik qorunması lazım olduğu kimi, eyni zamanda bu milli informasiya məkanı formalaşmalıdır və o virtual məkanın tərkibində Azərbaycanın özünə mənsub olan resurslar çoxalmalıdır. Bunun üçün də, yəni dilimizlə bağlı, əgər Azərbaycan dilinin qorunmasına söhbət gedirsə, Azərbaycan dilində olan çoxlu veb-saytlar olmalıdır. Məsələn, Wikipedia var, dünya ensiklopediyası, Wikipedia. Yəni, insanlar özləri yazırlar Wikipedia və çox vacib Wikipedia. Mən bir misal gətirim. Amma Qarabağ haqqında siz orada normal bir şey oxuya bilmərsiniz. Yox, biz yazırıq o. Wikipedia ensiklopediyanı biz yazırıq o. Məsələn, Azərbaycandan 29 min məqalə var. Amma orada Azərbaycanın əleyhinə olanlar daha çoxdur. Yəni, onlar yazır. Hər millət özü yazır. Yox, elə ona mən gətirirəm. Söhbətimizin elə məğzi ondan ibarətdir ki, biz onlar qədər, demirəm kimlər qədər, biz onlar qədər aktiv deyilik, yəni ki, fərd olaraq. Mən onu deyim ki, aktiv olmalıyıq, yəni bizim əlimizi, qolumuzu heç kim bağlamır. Heç kim bağlamır. Wikipediyada Qarabağla bağlı axtarış versəniz, orada başqa xalqların Qarabağ haqqında Azərbaycanın əleyhinə və tarixi saxtalaşdıran resurslar daha çoxdur. Düzdür, amma mənim imkanım var. Məsələn, mən doğrudan deyim şəxsən, mən haradasa bir 20-30 Qarabağa aid Wikipediyalara girib düzəltmişəm. Orada qadağan yoxdur. Mən girib orada istənilən şeyi Wikipedia ona deyilir ki, hər bir insan başqasının məqaləsini düzəltmişsiniz. Əlbəttə, Wikipedia ona deyilir ki, bu ümumi və ən yaxşı ensiklopediya. Misal gətirim, ən məşhur ensiklopediya Britaniya, Ana Britannica hesab olunur. Ana Britannicada açırsınız Qara Qarayev yazılıb erməni bəstəkarı. Amma Wikipedia, Azərbaycan haqqında da 3-4 məqalə var. Amma Britannicada, amma Wikipediada minlərlə məqalə var. Onların böyük hissəsində Azərbaycanlılar yazır. Necə düz olardı? Məsələn, siz universitet rəhbərisiniz də, yəni ki, orada elmi araşdırmalar da yəqin ki, aparılır. Məqalələrin düzəldilməsi yox. Məsələn, o saytda Azərbaycanın özünün mövqeyini və Azərbaycan alimlərinin mövqeyini əks etdirən yazılar. Məsələn, İrəvan xanlığı kitabı bizim Tarix İnstitutunda hazırlıqda. Bu kitabı orada yerləşdirmək. Düzdür. Yəni, orada heç bir problem yox. Deməli, internet aləmində 2 cür bu yerləşmək ödənişli var. Deyil. Onların biri odur ki, sən özün bir sayt yaradırsan, o sayta heç kim müdaxilə eləyə bilmir. Biz misal üçün yazırıq ki, İrəvan xanlığı. Belə bir sayt yaradırıq, adres qoyuruq, oraya bütün materialları daxiləyik. İngilis dilində, Azərbaycan dilində, fransız dilində tərcümə edib, ona heç kim müdaxilə. Bir də var ki, məsələn, bir millət bir adam haqqında, bizim Azərbaycan haqqında məqalə yazıb. Özlərində Wikipediyada, açıq ensiklopediyada. Mən oraya girib dəyişiklik eləyə bilirəm. Hər ikisi olunmalıdır. Niyə biz fəal deyilik? Onun obyektiv səbəbləri də var, subyektiv səbəbləri də var. Yəni, o fəal deyilik deyəndə söhbət internetdən gedir. İnternetdən gedir, bəli. İnternetdən gedirsə, Hələki internetdən söhbət gedir. Məsələ bundan ibarətdir ki, internetdə fəal olmaq üçün bir neçə bilgiyə malik olmaq lazımdır. Yəni, mən demirəm ki, Azərbaycan ziyalısının ürəyi yanmır ki, orada materiallar olmasın. Sadəcə olaraq ora çıxmaq üçün kompüteri bilmək lazımdır, internetdə işləməyi bacarmaq lazımdır, sonra o Wikipediyada işləməyi bacarmaq lazımdır. Yəni, siz bilirsiniz, yəni
Demək ki, bizdə dağ kəndlərinə qədər internet olan yerlər var. Bu hələ başlanmış prosesdir. Əlbəttə ki, bir mühüm başqa səbəbi var. Çünki mən bir dəfə belə bir tədqiqat aparmışam. Los Angeles, Kaliforniya Universitetində mən getdim, bütün ensiklopediyalar, o dünyanın məşhur ensiklopediyalara baxdım ki, iki millət haqqında nə qədər yazıblar. Mən elə böyük Sovet ensiklopediyasından başqa elə bir ensiklopediya tapmadım ki, orada tarazlıq qorunsun. Bizim haqqımızda çox az səbəblərindən biri odur ki, sonra mən kitabxanada axtarış verəndə Azərbaycan haqqında o zaman, bu 94-də olan əhvalatda, Azərbaycan haqqında nəsə 700-800 kitab çıxdı. Digər millət haqqında 65 min. Yəni bunlar nədir səbəbi? Çünki bilirsiniz, bura müdrik adamlar, 16-cı adamlar yığışır, yəni ki, öz sahiləsində. 16-cı əsrdən kitab çapı meydana çıxanda Hollandiyada, Yunanistanda, sonra Türkiyədə çap edirdilər o dildə kitablar və yayılırdılar dünyaya. Artıq elə böyük diaspora əmələ gəldi ki, o görülən işlərin çox böyük qismini diaspora gördü. Bizim diaspora güclənir, doğrudan çox güclənir. Çox böyük sürətlə, amma çox gəncdir. İnternet üçün diaspora lazım deyil, yəni internet burada da var. Bir məsələ də var, hər şeyi dünən sırağa gündən başlamaq olmaz. Böyük əsərlər yazılıb xalqların, millətlərin xarakteri haqqında. Hələ 17-ci əsrdə, 18-ci əsrdə. Bizim millət, mən Azərbaycanlıları da götürürəm orada, türkləri də götürürəm və ümumi müsəlman camiyyəsini də götürürəm. Bizim millət həmişə çox arxain millət olub. Bax, yazdıqları yazılarda da milli hiss çox güclü olmuyor. İndi gəlin, 17-ci əsr, 18-ci əsr dünyanın, belə deyim də, o milli hərəkatlar dövrüdür. Kimi arxain olub, üzr istəyirəm, dövlətə? Özünün, deməli, o miqyatca genişliyinə, iddialarına, kifayət qədər normal həyat tərzinə, amma bizdə bir ümumbəşərilik var, xarakterimiz. Böyük bir okeanın içində olublar. Bəli, belə bir okeanın hissəsi hesab eləmiş. Bizim mübarizə aparmağa ehtiyacımız olmayıb. Çünki uzun əsrlər bu regionda həm təbiət verib, həm də bizim imkanlarımız geniş olub. Siyasi imkanlarımız geniş olub. Dövlət başçıları, laqeydlik. Yəni bunlar millətin xarakteridir. Bundan belə deyim ki, yox, elə bütün millətlər eyni xarakterlidir deyib keçmək olmaz. Yəni, bu vəziyyət belədir. Bizdə biraz rahatçılıq var. Amma indi dünya bizi narahatçılığa məcbur edir. Yəni, hesab edirsiniz ki, indi o laqeydlik və biganəlik, yəni o uzaqlaşmaq üzrədir. Yəni, uzaqlaşmaq üzrədir, amma onu uzaqlaşdırmağın özü üçün də müəyyən işlər görmək lazımdır. Məsələn, deyək ki, bizim tarixi abidələrimizə, tarixi irsimizə münasibətimiz necə idi son illərə qədər? Bax, biz muğamla bağlı niyə birdən-birə, bir ilin, 2 ilin içində dövlət və siyasət, ideologiya məcburən burada bir hərəkatın olmağını, belə deyək, cəmiyyətə verdi? Yəni, bunu dövlət mi eləməli idi? Bunu siyasət mi eləməli idi? Biz niyə muğamımızı, deyək ki, öyrəndiyimiz vaxtdan indiyənə qədər o lazımi səviyyədə ifa eləyib və bunun təşkilatçılıq işlərini həmiş öz vaxtında görüb, elə bir vəziyyətə gətirmirdik ki, sabayaq bir gün bizə erməni desin ki, bəli, bu muğam mənimdir, bu saz mənimdir, bu, nə bilim, tarixi abidə mənimdir. Yəni, istər-istəməz müəyyən dövrdə bizdə buna yenə laqeydlik də demək olar. Biz çox işlərimizdə beləyik, onu deyim. Bugün də hələ bir sıra sahələr var ki, bir sıra sahələr var ki, təbii ki, dövlət təkan verməlidir, amma cəmiyyətin özünün də canında olmalıdır. Ardıcıl olaraq bu getmiş olsun. Ona görə də biz müəyyən məsələlərdə dediyim kimi, kompüter texnologiyası da elədir. İndi biz məcbur oluruq əlbəttə. Orada qalıq məsələn, ümumiyyətlə birdən-birə belə deyək ki, insanlardan yapışmaq ki, məsəl üçün sən aktiv olmalısan, informasiya, kommunikasiya texnologiyasını yaxşı bilməlisən, bir qədər belə real görsənməz. Çünki o bir gün, 2 günün məsələsi deyil. Amma onu da belə müqayisə üçün demək istəyirəm ki, Azərbaycanda informasiya, kommunikasiya texnologiya inkişaf səviyyəsi regionda birincidir. Bu inkar olunmaz faktdır
beynəlxalq qurumlar tərəfindən bu yüksək qiymətləndirilir. Elə söhbət Wikipediyadan düşmüşkən deyim ki, bu günləri Wikipediyada 15 milyon məqalə vardır. Ümumiyyətlə dünya üzrə 15 milyon məqalə vardır və bütün bu veb saytların içərisində birinci yeri tutur. Yəni 230 milyon veb saytın içərisində birinci yeri Wikipediya tutur. Orada ingilislərin payı 3 milyondur, almanların payı 1 milyondur, fransızların payı 1 milyon yaxındır. Azərbaycanın payı isə 30 minə yaxındır və onu da yox, normallığını İki Azərbaycanındır bu. Yəni orada hər kəlib beynən var. Mən normallığını qeyd etmək üçün deyim ki, Ermənistanda bu rəqəm 4-5 mindir. Yəni Azərbaycan Ermənistanı Estoniyada 160 mindir. Yox, mən indi Estoniya müqayisə etmirəm mən. Hər halda mən bizim qonşulara müqayisə edirəm mən. Ermənistanla müqayisədə Azərbaycan 6, 7, 8 dəfə biz onları keçirik. Demək istəyirəm ki, Azərbaycanda gedən bu proses, yəni kompüterlərlə insanların təminatı, internetə çıxış imkanlarının artırılması və normal mühitin yaradılması, kütləvi olaraq Azərbaycanlının, o bugünkü Azərbaycanlının təfəkkürünə bu İKT təfəkkürünün gəlməsi, internetin əhəmiyyətinin bilinməsi, dövlət siyasəti, dövlət başçımızın ölkədə çox mühüm əhəmiyyət kəsb edən İKT həyata keçirilməsi, son zamanlar BMT səviyyəsində o qərb və şərq arasında bayaqlara dediyim o balansı düzəltmək məqsədi ilə qərbdə olan o informasiya resurslarının Azərbaycana gəlməsi və buradan da şərqə, Malayziyaya, Singapura və digər ölkələrə çatdırılması kimi böyük bir layihə həyata keçirilməsi üçün Azərbaycan layihəsinin BMT-də müzakirə olunması çox mühüm məsələdir. Ona görə də çox yaxın zamanlarda Azərbaycanın özünün virtual məkanda özünün xüsusi payı olacaqdır və indidən onun biz belə deyək əsaslarını görürük. Bu nailiyyətləri biz hiss edirik. Yəni demək istəyirəm ki, Azərbaycanda bu proses yaxşı gedir və təhsildə də xüsusən kompüter texnologiyasının tətbiq olunması, gənclərimizin bu texnologiya böyük meyl etməsi və get-gedə insanlarda bu təfəkkürün formalaşır. Hesab edirəm ki, Azərbaycanın o virtual məkanda özünün milli kimliyini, milli identikliyinin təmin olunması üçün müəyyən addımlar atılmağa başlayıbdır. Bu Nizam mənim çox maraqlı bir söz dedi, biganəlik və laqeydliklə bağlı. Ümumiyyətlə bu nə dərəcədə təhlükəli bir bu sadəcə məişət məsələsidir, biganəlik, laqeydlik, yoxsa bu həm də siyasi bir faktor çevrilə bilər? Nə dərəcədə? Əslində mənəviyyatın düşmənidir. Yəni biganəlikdən çox şey öyrənir. Nəinki mənəviyyatın, bütövlükdə. Mən istərdim ki, İbrahim müəllim, kifayət qədər belə qlobal məsələlər ətrafında aydınlıq gətirildi. Çox həmkarlarımız çox gözəl fikirlər dedi. Amma mən istərdim ki, artıq biz bilirik ki, nə vəziyyətdədir Azərbaycanın bu sahədə görünüşü. Ona görə mən istərdim ki, əgər vaxtımız olsa, biz bundan sonra nə etməliyik? Ən vacib məsələlərdən biri siz toxundunuz, biganəlik. Biganəlik ümumiyyətlə ən mənfi haldır bütün səviyyələrdə. İnsanlara biganəlik, dövlətə biganəlik, vətən torpağının çiçəklənməsinə biganəlik, dostunun nailiyyətinə biganəlik, bunlar ən... Qarabağ məsələsinə biganəlik. Ümumiyyətlə, vətən torpağına, Qarabağ probleminə. Mənə elə gəlir ki, son illərdə Azərbaycan cəmiyyəti, Azərbaycanda müstəqillik əldə etdikdən sonra, xüsusilə də son illərdə bu istiqamətə böyük işlər görülür. Amma bu işi biz genişləndirməliyik. Mən cənab prezidentin ilk dəfə seçkilər qabağı, prezident seçkiləri ərəfəsində də və bu yaxınlarda da dediyi bir məsələni istəyirəm açıqlayam. Vətən torpağının çiçəklənməsində hamımız maraqlı olmalıyıq. Heydər Əliyev mərhum böyük fəxrlə deyirdi ki, mən Azərbaycanlıyam. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Biz bu prinsipi, bu meyarı hamımız özümüz üçün, özümüzə şamil etməliyik. Cənab prezident dedi ki, daxili bazarın qorunması, daxili bazarın vətən əmtəə istehsalçılarının qorunması. Bundan böyük bugün Azərbaycan üçün iqtisadi inkişaf amili ola bilməz. İqtisadiyyatda milli təəssübkeşlik budur. Bax, iqtisadiyyatda milli təəssübkeşlik budur. Azərbaycan bugün dünya bazarında hansı rəqabətə qabiliyyətli məhsullar ixrac edir? Biz nə üçün zəngin təbii sərvətlərə malik olduğumuz halda 1000 illər boyu Azərbaycan xalqının genofondu bizim torpaqda yetişdirilən məhsullarla formalaşıb. Nə üçün biz o qədər də zəhmət tələb etməyən, o qədər də yüksək texnologiya tələb etməyən məhsulları kənardan atmalıyıq, kənardan gətirməliyik. Amma vətən torpağının bu və digər rayonda kəndlinin, vətəndaşımızın yetişdirdiyi məhsulun bazara çıxması üçün
imkanları istifadə etməməliyik. Ən böyük məsələ budur. Biz elə etməliyik ki, Azərbaycanda urbanizasiya prosesləri təkmilləşsin. Bu bizim əlimizdədir. İlham Əliyev çox tarixi bir çıxışında Azərbaycanda demoqrafik göstəricilərin yaxşılaşmasından dedi. Bu özü hamımızı, istər ədəbiyyatçı olsun, istər dilçi olsun, istər iqtisadçı olsun, istər mühəndis olsun, hamısını düşündürməlidir. 9 milyonluq 9 milyon əhali olduğunda bunu böyük bir bayram kimi hörmətli prezidentimiz dedi. Biz əhalimizin normal inkişafı üçün bütün imkanlardan istifadə edirikmi? Nə üçün bizə qərbin kənardan gəlirlər? Bizə İslam dünyasının iki məkanda yerləşən Azərbaycanda ailənin planlaşdırması dərsini öyrədirlər. Bu qədər təcrübə ola. Bu qədər təcrübə ola. Nə üçün mənə gəlirlər? Xəbər olmadan sorğular aparırlar. Nə üçün? Axı Azərbaycanın özünün 1000 illik tarixi var. Burada ailə mədəniyyəti var, ailə daxili problemlər var. Yəni bunlar o qədər incə məsələlərdir ki, biz bunlar haqqında fikirləşməliyik. Biz dünyaya bəyan etməliyik. Bir gün Azərbaycanda dünən cənab prezident dedi, sement zavodu, gəmi qayırma zavodu, məişət tullantıları zavodu, sonra digər zavodların tikilməsi nəyi göstərir? Bu o deməkdir ki, bizim yaxşı, yüksək ixtisaslı işçilərimiz olacaq. Yüksək təfəkkürlü mühəndis kadrlarımız olacaq. Xaricdən gələn tələbələrin qayğısına biz qalmalıyıq ki, xaricdə oxuyub qutarıb gələn tələbələr harda işləməlidir? Biz indidən onlar haqqında fikirləşməliyik. Yəni, təəssüfkeşlik iqtisadiyyatla bağlı çox məsələlərə əhatə edir. Ziyyət müəllim, burada iqtisadiyyat və biznesdə milli təəssüfkeşlik varmı? Məsələn, mən sizin xatirinizə bir məsələni də salım. Prezident İlham Əliyev 2 müşavirədə sahibkarlara müraciət etdi ki, yerli xammaldan, yerli işçi qüvvəsindən istifadə etsinlər və yerli məhsulları almağa üstünlük versinlər. Nəhayət, yerli fəhlələrə və işçilərə insani münasibət göstərsinlər. Bu çox böyük məsələdir. Bu təəssüfkeşlik varmı? O adamlar da insani resurslar da. Yəni. Belə bir termin var. Sahibkarın sosial məsuliyyəti. Sahibkarın sosial məsuliyyəti. Biz əvvələ çalışmalıyıq ki, milli sahibkarlarımız çox olsun. Biz bəzən, necə deyirlər, birdən yaddan çıxarır, birdən baxırıq, görürük ki, transmilli şirkətlər bir çox ölkələr məhv edir. Dövlət sahibkara hər şey verir. Dövlət sahibkara hər şey verir. Kredit də verir, daxili bazarda təmin edir. İndi həmin sahibkar bu imkanlardan səmərəli istifadə etməlidir. Həmin sahibkar özünün müəssisəsində çalışdığı işçilərin qayğısına qalmalıdır. Onların maaşları məsələsi. Bu elə milli təəssüfkeşlikdir. Onların təhsili, onların bütün məişət məsələlərinin formalaşmasında fəal iştirak etməlidir. Necə etməli ki, olsun bu Ziyyət müəllim? Necə etməli? Əvvəla kifayət qədər qanunvericiliyimizə bir də yenidən baxmalıyıq. Sahibkarlıq fəaliyyəti haqqında. Necə eləmək ki, yəni təkcə qanunun təsiri və təzyiqi altında olmasın? Yəni təbii Hacı Zeynalabdin Tağıyevdən heç kim, yəni daxildən gəlsin. Hacı Zeynalabdin Tağıyevə heç kim deməmişdi ki, sən get Çarın razılığını al, Azərbaycanda fabrika tikinə. Bizim kifayət qədər güclü sahibkarlarımız var. Bir gün Azərbaycanda çox belə güclü şirkətlər formalaşır. Bu şirkətlərin bir hissəsi artıq məqsəd qoyublar ki, Azərbaycanda istehsal etdiyi məhsullar dünya bazarına çıxsın. Nə üçün mən kökü məlum olmayan şirələri Azərbaycana gətirməliyəm? Bax, nə üçün? Mən bu yaxınlarda bir həkim dedi ki, nə bada bu şirələrdən sən içəsən. Sənin bu boyda gözəl təbiətin var, Azərbaycanın var, dağın var, meşən var, suyun var, gözəl məhsullar edə bilərsən. Yəni bu təəssüfkeşlik. Bu elə Ziyyət müəllim, xarici üçün də maraqlıdır. Təsəvvür eləyin, bir İngilis gəlib Azərbaycanda Coca-Cola içib Azərbaycan barədə hansı fikrə düşəcək? Bunun əvəzinə yəni ayran içmək daha maraqlı olardı. Amma o bazara ilə çıxardılmalıdır ki, içiləsi olsun. Bir epizod edeyim. 2 il bundan qabaq Azərbaycanın bir güşəsində idim. Təbii ki, qonaqlara həmişə diqqət var. Stolun üstünə gətirdilər alma, üzüm, limon. Hamısının üstündə də şeylər vardı. Kağız yapışdırılmışdı. Mən düzü belə o qədər mənə toxundu ki, düzü mən çox əsəbləşdim. Kağız da bizim kağız deyildi. Bəli, təbii ki, hardan? Birinin mənbəyi Argentinadan, birinin mənbəyi Avstraliyadan və s. Axı bizim bu qədər məhsullarımız var.
Və mən öz sözlərimi, ürək sözlərimi dedim və bir gün də deyirəm, daxili bazarın qorunması milli mənəviyyatımızın qorunması deməkdir. Daxili bazarı qorumaqla biz yerli cəmaatı, kəndlini qoruyuruq. Kəndlinin ev eşiyini qoruyuruq. Kəndlinin sağlam həyatını qoruyuruq. Ruhunu yüksəldirik. Onun ruhunu yüksəldirik. Bu yaxınlarda Belarusiyaya getmişdim yayda, böyük bir məhsul bayramı keçirdilər. Bunu dövlət eləmir. Dövlət artıq bütün şəraiti yaradıb. Nə üçün biz, maşallah keçirilir Göyçayda, nar bayramı, orada bursular. Yəni, bu məsələlər millətin yaşaması üçün torpağı qorumalıyıq da. Dədə Qorqudu Nizami müəllim yaxşı bilir. Dədə Qorqud nə deyir? Torpağı becərirsənsə onu qorumalısan. Becərmirsənsə qorumağa dəyməz. Bir gün Allah'a şükür kəndli üçün kredit verilir, leasing sistemi yaradılıb, vergidən azaddır, suvarma sistemi yaradılır, dövlətin büdcə təminatı xeyli yüksəlib. Nə qalıb? Amma bu qapalılığa çağırış deyil. Yox. Biz başqa bir başa düşə bilərik. Azərbaycan artıq açıq iqtisadiyyat qurur, açıq iqtisadiyyat keçid dövrü bu istehsal elədiklərimizi ixrac eləmək də lazımdır. İxrac yönü. Sonra istehsal üçün nəyisə xaricdən də gətirməli, bəli. Yəni biz elə eləməliyik ki, balanslaşdırılmış bizim tədiyyə balansımız olsun. Balanslaşdırılmış tədiyyə balansımız olsun. İdxalla ixrac arasında nisbət sağlamlaşdırılsın və mən də Qubada da, Xaçmazda da, Qusarda da, Dəvəçidə də, Nizami müəllimin vətəni Qazaxda da deyilsin, lap elə mənim kəndim Buzovnada da deyilsin ki, mənim torpağımın məhsulu bugün dünya bazarına çıxır. Evet. Bu da milli təəssüb. Bu biganəlik, yəni mühüm məsələdir. Müasir zamana gələndə ona gəldik. Bu xarakterlə bağlı bir şeydir. Yəni qədim zamanlarda, bəli, qədim zamanlarda ki, məktəb yox idi. Yəni məktəb gəncdir, məsələn 2000 il əvvəl, 3000 əvvəl məktəb yox idi. Onda insanları xarakterini tərbiyə edirdilər ki, sən ovçuluq, balıqçılıq, vəhşi heyvanla vuruşmaq, özünü sağ qalmaq və ilaxır buna. Yəni xarakter və vərdişlər ona görə insan təbiətlə qovuşmadı idi. Sonra ki, bu məktəbləşmə başladı. İndi uşaq nə olur? Bağçaya gedir, bağçadan sonra ibtidai məktəb, sonra orta məktəb. Daimi dərslər kifayətdirlər. Xarakterini uşağın tərbiyə eləmək və zövqünü tərbiyə eləməklə faktik olaraq məktəb biraz məşğul olur. Ailə biraz məşğul olur. Ali məktəbə gedəndə ali məktəb də unudur onu. Ancaq belə deyək, nəzəriyyələr öyrədir. Bu, məncə həddindən artıq çox vacibdir ki, təhsil sistemində, təhsil sistemi yəni hər ailəni əhatə edən, ölkəni əhatə edən ən böyük sistemdir, ən böyük sektordur. Və burada insanların savadla bərabər onun xarakterini, yəni o vətənpərvərlik, yəni insan doğruda da ürəkdən, süni sürətdə yox, pafosla yox, ürəkdən öz musiqisini sevəndə, ədəbiyyatını sevəndə, ölkəsini gözəl, güclü görmək istəyəndə, yəni bu dünya yarışıdır. Dünya yarışında mən istəyirəm ki, Azərbaycan məsələ hansısa parametrə görə 60-cı yox, 10-cu olsun. Bu idmanda, iqtisadiyyatda, elmdə, mədəniyyətdə var. Bu insanlarda bu xarakter, uşaqda bu xarakter, zövq, ciddi tərbiyə olunsa, məktəbdən başlayaraq və ailədə. Yəni məktəbin özü də həyatın içində olmalıdır da. Gücünü sevmək, yəni ki, vətən güclü olandan sonra onu sevmək, yoxsa elə necə var elə sevmək? Yəni, necə var? Mənim vətənim necə var, mən onu sevirəm. Bütün güclü tərəfindən, bütün zəif tərəfindən. Mən deyirəm, məsələ, uzaq bir yerdən, mən bu günlərdə Afrikadan gəlmişəm. Düşürəm, məsələ, aeroportda bir alimi də görəndə sevirəm. Bir sürücü o birinə bir kobud söz deyir, onu da sevirəm. Çünki gəldim, bura çatdım. Bunu necə gətirə bilirsiniz? Məsələn, sizin universitetdə bunu təhsilə necə gətirirsiniz? Yoxsa inteqrasiya, Boloniya sistemi bunu istisna eləyir? Ona deyim, bayaq da deyim, bu mədəni imperializm deyilən bir şey var. Xüsusən, məsələn, biz ingilis dilli bir universitetiyik. Bu ingilis dilində dərs keç, xaricdən müəllim gəlsin, tələbələr çoxsu xarici. Bu mühitdə insan belə deyək ki, kosmopolit ola bilərmi? Bunun üçün təsəvvür edin, Nizami müəllim, biz ixtisasından, fakültəsindən asılı olmayaraq bir sıra dərslər məcburidir. Nədir o? Deməli, Azərbaycan tarixindən, Azərbaycan dili bu bizim konstitusiyaya görə gəlir.
bütün uşaqlar Azərbaycan ədəbiyyatı keçir. Çünki Azərbaycan şuurunun formalaşmasında mədəniyyətlə ədəbiyyat mühüm rol. Və Azərbaycan mədəniyyəti deyilən dərs hamı keçir və o Azərbaycan mədəniyyətini seçirsən. İstəyirsən muğamma qulaq asırsan, istəyirsən zərgərlik öyrənirsən, istəyirsən tətbiqi sənət, xalçaçılıq öyrənirsən, bir klassik musiqi öyrənirsən. Yəni uşaqlar bunu görəndə, öz tarixini görəndə bu şeylərdən bir qürur hissi keçirir. Ağıllı adam o qürur hissi keçirə-keçirə nöqsanlarımızı da görür. Və o nöqsanların aradan qaldırılması, o keyfiyyət nəzəriyyəsi var. Deyək, keyfiyyət nəzəriyyəsinin canı odur ki, keyfiyyətsiz şeylər aradan qaldır. Yəni, aşağıda duran şeyləri aradan qaldırsan, onsuz da yüksək standartlar gələcək. Bax, bu cür biz hər məktəbimizdə, hər ali məktəbimizdə doğrudan da ürəkdən, candan gələn bu şeyləri qoysaq, onu da yaxşı bir mütəxəssisdirsə, görəndə ki, bu ədəbiyyatı gözəl bir ədəbiyyatçı dedi, musiqini gözəl bir bəstəkar dedi, o birini belə bir bəstəkar dedi və uşaq bunu sevməyə başlayanda sevgi elə şeydir ki, başladın, o bitmir. Ömürlük həyatda qalır da belə. Bax, bu sevgini süni sürətdə yox, bu yolla uşaq yaşında biraz ailədən, sonra biraz mediadan, biraz orta məktəbdən, ali məktəbdə artıq dərk eləyir ya, analiz eləyir ya. Bunlar məncə həddindən artıq vacibdir. Bəlkə də burada nə etməli sualını axtarırıq. Deyilənlərin hamısı da ona müxtəlif tərəfdən baxışdır. Onların içərisində həll edicilərdən biri, məncə birincisi, bu təhsil sistemimizdə bu məsələləri dərindən qoyur. Mən bir məsələ toxunmaq istəyirəm. 2007-ci il may ayında Respublika Prezidenti Cənab İlham Əliyev milli təhlükəsizlik konsepsiyasını qəbul etmişdir və o konsepsiyada həyatımızın bütün sahələri orada əks olunubdur. Yəni, iqtisadi sahədə təhlükəsizlik, ekoloji sahədə təhlükəsizlik, elmi, təhsili və bütün sahələr üzrə təhlükəsizliyin komponentləri milli təhlükəsizlik konsepsiyasında öz əksini tapıbdır. Bütün bunların özəyində əsas dayağı kimi yüksək intellektli insan resurslarının formalaşması durur. Yəni, bu kadrlar olmasa, bu kadrları biz qloballaşmanın tələblərinə uyğunlaşdırmasaq, dünyada o qabaqcıl biliklərə, elmə yaxınlaşdırmasaq, ölkədə elmdə təhsildə olan kadrları yüksək intellektli o insanlar kimi formalaşdırmasaq, bu qədər mühüm vəzifələri həyata keçirmək çətin olar. Ona görə də söhbət ondan gedir ki, biz elə körpə yaşlarından başlayaraq o milli təəssüfkeşiliyi formalaşdırmaq naminə, o biganəliklə mübarizə aparmaq üçün bu işləri görmək lazımdır. Və biz o qlobal gücü artırmaq. Bəli, gücü artırmaq lazımdır. İntellektin gücünü artırmaq lazımdır. Biləyin gücünü yox, biliyin gücünü artırmaq lazımdır. Yəni söhbət ondan gedir ki, bizim bu demək 21-ci əsrin o başlanğıcında formalaşan o gənc nəsli o qloballaşmanın bütün reallıqlarına uyğunlaşdırmaq lazımdır. Çünki biz qloballaşmanın qeyd etdiyimiz ki, əksinə gedə bilmərik. O təbii prosesdir, obyektiv prosesdir. Biz ona uyğun kadr yetişdirməliyik. Yəni öz dilimizi qorumaqla başqa dilləri də bilməliyik. Yəni biz deyə bilmərik ki, biz təkcə öz dilimizi bilək. Bu qədər məsələ üçün biraz onu mən qəbul etmək istəməzdim. Ona görə də dilimizi bilmək lazımdır, ana dilimizi bilmək lazımdır, onun gələcəyi ötürmək lazımdır və bunu inkişaf etdirmək üçün virtual məkanın reallıqlarını qəbul etmək lazımdır. Mən başqa bir amilə toxunmaq istəyirəm. Biz qloballaşmanın o xaricdən gələn o təhlükələrini qiymətləndiririk. Amma etiraf etmək lazımdır ki, ölkəmizin daxilində də müəyyən qədər nöqsanları biz müşahidə edirdik. Bu yaxınlarda akademik Ramiz Mehdiyevin o efir məkanında olan o naqisliklərə qarşı olan bir material da, bir məqaləni də ortaya qoydu. Yəni xatırlayırıq biz bunu. Yəni efir məkanında, kütləvi informasiya vasitələrində o milli mənəvi dəyərlərə əks olan, yəni o insanların beynini zəhərləyən, insanları cılızlaşdıran, xüsusən körpələri, gənclərin beyninə bir zəhər kimi işləyən müxtəlif verişlər, müxtəlif materialların verilməsi çox ziyanlıdır. Ona görə də efir məkanının özündə də, yəni bu ictimai bir informasiya məkanıdır. Nüvə enerjisindən həm müsbət, həm mənfi istifadə etmək olar, media deyil olur. Bəli, elədir. Çox böyük qüvvədir. Yəni açıq etiraf etmək lazımdır ki, ictimaiyyət tərəfindən çox müzakirə olunan məsələdir. Yəni əxlaqi dəyərlərə, milli mənəvi dəyərlərə, yəni ümumiyyətlə bunun folkloruna, musiqisinə uyğun gəlməyən çoxlu-çoxlu verilişlər olur. Bunlarla mübarizə aparmaq lazımdır. Ziyalılar bir növ
növ öndə getməlidir. Çünki milli təsbikeşliyin önündə ziyalılar getməlidir, elita getməlidir. Ona görə də ziyalıların özlərinin fəallaşması, onların o tək o elmi tədqiqat aparmaq, hansısa bir müəllimlik funksiyası aparmaqla yanaşı, ziyalılığın bir özəyində bir ziya durur, işıq durur, aydınlıq durur və o cəmiyyətdə öndə getməlidir və o bilikləri yaymalıdır və bu reallıqları insanlara çatdırmalıdır və demək istəyirəm ki, bu ziyalılar öndə getməklə o yüksək intellektli insanları formalaşdırmalıdır. Çox sağ olun. Amma maraqlı bir şey dediniz dillə bağlı. Təbii ki, başqa dillər də çox vacibdir. Yəni bu qloballaşma ilə birgə gələn dilləri də bilmək çox vacibdir. Amma bizim Azərbaycan dili, Nizami müəllim, rəqabət aparmağa nə vaxt qadir olacaq? Yəni ki, Azərbaycan dili o səviyyəyə gəlib çatmaq potensialı varmı ki, öz mövcudluğunu qoruyub saxlasın belə bir təzyiqin qarşısında? Şübhəsiz təzyiqlər müxtəlifdir. Məsələn, İngilis dili bugün daha populyardır da, buna etiraf eləmək lazımdır. Amma çox qəribə bir burada qanuna uyğunluq var. İngilis dili nə fransız dili qədər bədii obrazlı dil deyil, nə də alman dili qədər böyük fikir ifadə eləmək gücündə deyil. Amma niyə İngilis dili? Sadədir. Niyə İngilis dili? Çünki sadədir, praktikdir, maliyyənin dilidir, biznesin dilidir. Belə olan halda istər-istəməz... Böyük qüdrətin dilidir. Yəni, əgər Birləşmiş Ştatlar olmasa... Hələ mən onu demirəm. Birləşmiş Ştatlar olmasa, fransız dili idi 19-cu əsrdə, 20-ci əsrin əvvəlində Alman dili idi. Bütün elm Alman dili idi. Amerika əmələ gələndə İngilis dili ortaya çıxdı. İndi öz yerində də, yəni bir məsələ də var. Bir məsələ də var, dünyanın xarakteri, bugünkü dünyanın xarakteri tələb eləməsə onu, rahat qəbul eləməsə, heç Amerika Birləşmiş Ştatlarının ya İngiltərənin gücü ilə də o dili yaymaq mümkün deyildi. Yəni, istər-istəməz, bugünkü dünya biraz praktik dünyadır, rahat dünyadır. Bugünkü dünyada biz çalışırıq, məsələn, hərdən bir şounun qarşısını alaq, bir şou dünyasıdır. Yəni, istər-istəməz, İngilis dili bu xətlə gəlir. Başqa məsələlər də təbii ki var. Azərbaycan dilinin inkişafı üçün artıq xeyli işlər görüldü. 90-cı illərin ortalarından başlayaraq Azərbaycan dili Azərbaycanda hərbin dilinə çevrildi. Təsəvvür eləyin bu birdən-birə. Bugün bizim elə bir nazirliyimiz yoxdur ki, Azərbaycanca danışmasın. Yəni, dövlətin artıq o icra orqanlarının dilidir. Bu da istər-istəməz dilə imkanlar verir. Azərbaycan dilini istənilən bir dili, deyim ki, öz səviyyəsində, yəni inkişaf eləməmiş səviyyədə saxlayıb, onun irəli getməsi uğrunda mübarizə aparmaq mümkün deyil. Burada akademik düşüncə olmalıdır, burada bədii düşüncə olmalıdır, burada iqtisadi düşüncə olmalıdır, maliyyə, texnologiya filan, bax, bunlar hamısı indi Rasim müəllim o məsələlərin mütəxəssisidir. Yəni, ən müxtəlif sahələrdə bu dilin inkişafı üçün artıq xeyli şərait yaradılıb. Amma bunun ardınca Azərbaycan dili dünya Azərbaycanlılarının istifadə elədiyi bir dil olmalıdır. Özdə yalnız məişətdə yox. Bir var ki, bir dildə 9-10 milyon insan danışsın. Bir də var 50 milyon insanın o beyin, intellekt enerjisi, hiss enerjisi o dilə hopsun, o dili yüksəlsin. Yəni, bu çox mühüm məsələ. Bir qismi də yazsın. Bu işlər də gedir. Bəli, şübhəsiz yazı da gələcək. Bax, bu mənada Azərbaycan dili mən düşünürəm ki, inkişaf eləmək... Amma Azərbaycan dilçiləri yəqin bir, belə deyək də, dil istehsal edən bir manufaktura yaradılmalıdır ki, daim yeni sözlər daxil olsun və danışan adamlar söz tapmağa çətinlik çəkməsin. Rasim Müəllim institutunda, informasiya texnologiyaları institutunda bax, bu cür demək işlər görülür. İndi yəqin o deyəcək. Bəli, dilçilərimiz bizim, əlbəttə, normal orfoqrafiya lüğətləri tərtib eləməlidirlər. Bugün Azərbaycan dilinin normal bir orfoepiya lüğəti yoxdur. İzahlı lüğəti yoxdur. Halbuki bugünkü dünya danışan dünyadır. Amma düzgün tələffüz texnologiyaları sayəsində işlərimiz yəni o qədər xoşa gələn. Buna da daxildən bir hərəkət lazım ki, dilçilər bunu eləsinlər. Daxili bir təkan lazımdırmı? Şübhəsiz lazım. Məsələ bundan ibarətdir ki, qloballaşan dünyanın özündə dil məsələsi o mənəvi, humanitar bir problem kimi baxılmır, həm də bir iqtisadi bir faktor kimi baxılır. Yəni, transmilli şirkətlər, aparıcı dövlətlər öz iqtisadi bazarının o arealını genişləndirmək üçün
əvvəlcə həmin o dili öndə bir desant kimi, bir sapyor kimi önə çəkir. O dili orada təbliğ edir ki, çünki onun arxasınca onun malları gələcəkdir, onun əmtəsi gələcək, onun məhsulları gələcəkdir. Ona görə də çox mürəkkəb prosesdir. Mən bu dil məsələsinin virtual məkanda, xüsusən bu qloballaşan dünyada Azərbaycan dilinin inkişafında tək dilçilərin və ya humanitar sahədə məşğul alimlər yox, bizim iqtisadçılar da, bizim sahibkarlar da bu işə dəstək verməlidir. Çünki dilin öndə getməsi, Azərbaycan dilinin başqa xalqlar tərəfindən anlaşılması, indi biz ümumiyyətlə bir türk dili qrupuna aidik, yəni o türk dilinin geniş arealda tətbiq olunması o deməkdir, sənin sabahları məhsulların həm bazara çıxarıla bilər. Çünki Qafqazda aparıcı dilin Azərbaycan dili olması da elə ona dəlalət edir ki, Azərbaycan iqtisadi cəhətdə inkişaf etmiş bir ölkədir və onu demək istəyirəm ki, o virtual məkanda Azərbaycan dilinin inkişafı və başqa ölkələrdə Azərbaycan dili, xüsusən dünya Azərbaycanlılarının bu dili bilməsi çox vacibdir. Çünki biz Azərbaycan bazarını tək Azərbaycanla qapalı şəkildə etmək istəmirik, axı biz həm də bunu ixrac etmək istəyirik və bir əlavə məlumat da vermək istəyirəm ki, burada gördüm ki, məsələyə demək ki, hörmətli Hamlet müəllim dedi ki, bizim o izahlı lüğət və s. Azərbaycan Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin qərarı ilə Azərbaycanda terminoloji lüğətləri, izahlı lüğətləri bir portala, bir sayta gətirə biləcək bir informatik resursun yaradılması bizim üstə tapşırılmışdır. Bir neçə gündən sonra artıq biz həmin o portalın təqdimatını keçirəcəyik. Yəni demək istəyirəm ki, artıq o dilçilərlə birlikdə, terminologiya komissiyasıyla birgə belə bir portalı biz təqdim edəcəyik. Amma bunu bəlkə tarix üçün də məsələn bunu çox vacibdir. Məsələn bizdə indi çox ciddi Qarabağ problemi var. Başqa o dillə yox. Yəni ki, tarixdə arxeologiya, coğrafiya, bütün institutların, bütün deyək istiqamətləri olacaqdır. Yəni bu işlər də görülür. Yəni mən bunu bilirəm ki, Tarix İnstitutunda araşdırma aparıldı. Sonra bizim prezident də elan elədi ki, Yerevan 18-ci ildə heç kim bilmirdi bu barədə ki, ermənilərə verilib ki, onların paytaxtı olsun. Bu yaxınlarda forumda, Rusiya-Azərbaycan forumunda akademik Ramiz Mehdiyev də bu barədə dedi. Amma bunlar internet resurslarında və hörmətli Ziyan danışsın, sonra mən danışaram. Geniş təbliğ olunmur. Məlumat vermək istəyirəm ki, yəni Azərbaycan dilində biz yəqin ki, bu yaxınlarda, yəqin ki, bu iş adamları üçün də, iqtisadçılar üçün də, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar üçün də çox maraqlı olacaq. 2 cildlik Azərbaycan dilində iqtisadi ensiklopediyanı biz yəqin çapa verəcəyik artıq. Yəqin bu ayın axırına kimi. Siz yəni kim? Yəni İqtisadçılar İttifaqı. İqtisadçılar İttifaqı. İqtisadçılar İttifaqı. Yəni niyə gətirmək istəyirəm Ziyaət müəllim? Sizə bu barədə dövlətdən heç bir göstər. Siz bunu özünüz edirsiniz. Mənim özüm təşəbbüsümdür. Mən artıq neçə vaxtdır bizim alim dostlarımızla işləyirik. 2 cildlik təxminən hərəsi 8-9 səhifəlik 2 cildlik iqtisadi ensiklopediya işığınızı görəcəkdir və mən fürsətdən istifadə edirəm. Hamlet müəllimə də təşəkkür edirəm ki, yəqin ki, biz bir çox terminlərin ingilis dilində o izahını, yəni adlarını bir də Hamlet müəllimlə bir də təkmilləşdirərik. Yəni sizin sözünüzün Nizami müəllimə dəstəyik. Çünki Nizami müəllim bizim respublikamızın çox dəyərli bir dilçi alimidir. Mən də məlumat verirəm ki, iqtisadi ensiklopediyaya Azərbaycanda, Azərbaycan dilində çox ciddi ehtiyac var. Yəni əgər bugün Ziyad Səmədzadənin Çin iqtisadiyyatına aid çox nəhəng bir əsəri Azərbaycan dilində çap olunursa, bu Azərbaycan dilini zənginləşdirən bir şeydir. Tək iqtisadi təfəkkürümüz falan onunla bağlı deyil və yaxud hər hansı bir başqa bir əsər intellekt əsəri olmalıdır. Hərbiçinin hərbiçi intellekti olmalıdır ki, Azərbaycan dilini zənginləşdirsin. Şairin şair intellekti olmalıdır. Mən zəif şairlə, zəif yazıçı ilə nə Azərbaycan dilini dünyaya çıxarda bilərəm, nə ədəbiyyatımı, nə mədəniyyətimi. Mən bu internet resurslarından bax, xahiş edirəm bu Qarabağa dair, yəni bu Rusiya-Azərbaycan forumunda akademik Ramiz Mehdiyevin dediyi məsələlər var ki, Azərbaycanın torpaqları Stalin tərəfindən Ermənistana verilib və 18-ci ildə də Yerevan verilib. Amma internet resurslarında, yəni ki,
bu məsələlərə onun günahını başqa yerə axtarmaq lazımdır, özümüzə axtarmaq lazımdır biz. Yəni ki, biz özümüz fəal olmalıyıq, ziyalılar fəal olmalıdır. Yəni o kitabı yazanlar, o nəşriyyatda o kitabı nəşr edənlər fəal olmalıdırlar ki, bu materiallar hamısı internetdə olsun. İnternetdə də təmsil olmayan yolları müxtəlifdir. Ya veb-sayt yaratmalısan, ya Wikipediyada həmin o materialları yerləşdirməlisən. Çünki Wikipediyanın mən tamaşaçılarımıza müraciət etmək istəyirəm ki, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiya İnstitutunda Wikipediyanın Azərbaycan üzrə bir işçi qrupu formalaşıbdır. Yəni bütün materialları, bütün kitabları, yəni istər tarix, istər iqtisadiyyat, istər digər sahələr üzrə bütün materialları biz qəbul edib Wikipediyaya hələlik daxil edə bilərik. Həm də onları öyrədə də bilərik ki, çünki bütün materialların hamısını yığıb daxil etmək bir institutun gücü olmazdı. Amma ilkin olaraq biz bu işi görürük. Mən işi görürük. Mən bir dərs verdim keçən semestr və özüm də səfər edirdim. Uşaqlara dedim ki, mən sizin işinizi Wikipediyada yoxlayacağım. Siz yazınızı qoyun Wikipediyaya. Mən də doğrudan, mən də Yaponiyaya gedirəm. Mən sizin yazınızı o dövrdə oxumalıyam. Təsəvvür edin ki, 27 uşaq hərəsi Wikipediyada bir məqalə yazmalı oldu. Student. Yəni o Wikipediyada məqalələr də müxtəlif cürdür. Onun dərini azdır, orta səviyyəlisi çoxdur, zəifi də çoxdur. Amma təsəvvür edin, Azərbaycanda 136 min bu gün tələbə var. Onlar ikisi birləşib Wikipediyada kiçik bir məqalə yazsa görün, cəmi Wikipediyada 30 minə çatır. Nə qədər alimlər var. Deməli, Ermənistana verilən torpaqlarla da bağlı məqalələri yerləşdirmək olar. Bir söz deyildi, Azim müəllim, çünki insanların xeyli qismi biraz internetdən, kompüterdən çəkinən kimidirlər. Amma o qədər sadədir kəsrində. Yəni, onun çətin şeyləri var. Proqram yazmaq, riyazi proqram yazmaq mütəxəssis işidir. Amma mən kompüterin qabağında oturub, sabah mənə Nizami müəllim elektron şəkildə bir kitabını versin. Mən o kitabı ora yerləşdirməyim 10 dəqiqəlik işdir. Elədir. Və o da bizim hər hansı jurnaldan, kağız şəklində çap olunan kitabdan 1000 dəfə vacibdir. Çünki oraya qoyduğunda Avstraliyada da oxuyurlar, Kanadada da oxuyurlar. Dünyanın hər yerində, harada internet var, oxuyurlar. Elədir. Yəni o çox var. Universitetdə bunu təşkil edə bilərsiniz. Yəni bizim ən çox məşğul olduğumuz özü də elə şeylər olmalıdır ki, oxumağın mənası olsun da. Mən indi deyim də biz internet radio eləmişik. Məsələn, siz baxsanız, gələndə axşam baxın, o www.radioxəzər.org. Onu açanda 24 saat orada Azərbaycan musiqisi çox müxtəlif. Demişik ki, təhcə belə deyək ki, muğamı qoymayın. Muğam, oyun havaları, aşıq havaları, klassik musiqi, digər hər cür musiqi. Biraz xoşa gələn Avropa musiqisi, Mozartlardan, hansı ki bizim millət başa düşür. Bunların hamısını qoyursunuz, arada da bir xəbərlər, arada da bir şeir oxuyurlar, arada da bir hekayə verirlər. Bu Kanadadan yazırlar ki, nə gözəldir, biz, yəni tezlik yox, radyonun, məsələn, Azərbaycan radiosu Kanadaya gedib çatmır. Amma internet radyo dünya çox iş görə bilərik. O qədər çox iş görə bilərik ki, sadəcə insanlar bilmirlər ki, bu işləri görmək olar. Və onun günahkarı da, böyük günahkarları bizdərik məsələn. Elədir. Yəni biz mən əlavə eləyim ki, Wikipedia tək mətn materiallarını qəbul etmir. Tək mətn materiallarını qəbul etmir, tək kitabları qəbul etmir. Laf belə eksponatı, arxeoloji hadisə bir şəkillər, səsi, video materialları, orada sonsuz olaraq bütün materialları təmənnası olaraq qəbul edir və hesab eləyək ki, mən qayıdıram o milli təəssüfkeşliyə, milli kimliyə. Hesab eləyək ki, bizdə elə bizim sənətçilər var ki, bir dənə qramofon valı qalıbdır, bir dənə onun əlyazma kitabı qalıbdır, bir dənə, yəni bunlar itmək üzrədir, bunlar bir növü elə bir ki, aradan çıxmaq üzrədir, təhlükə altındadır, bunları xilas etmək lazımdır, bunları internetə verməklə əbədiyyətə qovuşturmaq olar, yəni gələcək nəsil dünyaya qovuşturmaq olar. Ona görə də bizlər bütün bu Wikipedia imkanı istifadə etməliyik. İnternet dünyaçıların elan lövhəsi. Mən çox maraqlı söhbət gedir. Həqiqətən burada qaldırılan məsələlər o qədər miqyaslı və şaxəlidir ki, bunlar haqqında saatlarla danışmaq olar. Amma hər birimiz ziyalıyıq, bu vətən torpağının evlatlarıyıq. Hər birimiz görək bir nəticə çıxaraq. Bu günlərdə mən Bakıda forum keçirildi. Azərbaycan-Rusiya forumu keçirildi. Mən çox təəssüf edirəm ki, mən Bakıda olmamışam, iştirak edə bilməmişəm. Bu forumu da olan ab-hava, bu forumda akademik Ramiz Meytiyevin çıxışı alimlərimiz üçün, ziyalılarımız üçün, sadə insanlarımız üçün kifayət qədər material verir. Bax, həmin məruzədə
cənab prezident İlham Əliyevin son illərdə Azərbaycançılıq ideologiyasının inkişafı, Azərbaycan məfhumunun dünyada tanınması, bu vətən torpağına sevgi ilə əlaqədar nə qədər faktlar verildi. Yoxsulluğun azaldılması, investisiya, regionların inkişafı, işsizlik, bunlar hamısı hər bir problem insanlarda böyük ruh yüksəkliyi yoradı. Yoxsul olan yerdə təbii ki, böyük düşüncə də olmaz. Yoxsulluğu əgər bir 3 il ərzində 3 dəfə azaltmışıq. Amma forumdan çıxan böyük məsələlərdən biri ondan ibarətdir ki, biz görək işimizə baxaq. Mən Qarabağla əlaqədar olaraq 80-ci illərdə məşğul olmuşdum. İlk vaxtlarda demirəm dünyaya, amma SSR-yə analizi, təhlili biz verdik. Qarabağın sosial-iqtisadi inkişafı. Amma çox təəssüf ki, o vaxtlar internet yox idi. O vaxtlar biz sübut elədik ki, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı Ermənistandan da, SSR-dən də Azərbaycan üzrə göstəricilərdən çox yüksəkdir. Forumdan sonra mən artıq bir işçi qrupu yaratmışam. Qısa bir zaman kəsiyində 20-ci əsrdə Azərbaycan əhalisinin dinamikası, Naxçıvan əhalisinin dinamikası, strukturu, milli tərkibi və orada ermənilərin köçürülməsi ilə əlaqədar olaraq konkret faktları biz tazadan yeniləşdirək, verək. Yəni, artıq vəzifələr konkretləşdirilib, müəyyənləşdirilib. O, həmin forumda akademik hörmətli Ramiz müəllimin məruzəsində qaldırılan məsələlər o qədər çox şaxəlidir ki, hər birimiz oradan, ali məktəblərimizdə, institutlarımızda, ziyalılarımız da nəticə çıxarmalıdır. Yəni, bu artıq cənab prezidentin cəmiyyətə, necə deyərlər, bu mesajı deyim, o müraciəti deyim, artıq, yəni mən demək istərdim ki, biz çox uzaqlara getməyək. Hərəmiz öz sahəmizdə milli təəssübkeşliyin artmasına, yüksəlməsinə xidmət edən konkret işlər həyata keçirək. Və həmin arayışları yəqin ki... Çox sağ olun. Siz onsuz da eləyirsiniz. Neçə illər bilirsiniz. Məncə bizim üzərimizə bir də vəzifə düşür ki, biz gəncləri, məktəbi, universitetləri, bax, onları orada iş görək. Mən yenə də deyirəm ki, sizin həmin o 136 min tələbənin 5-i birləşib kiçik bir məqalə yazsa görüm, cəmi Wikipediyada 30 minə çatır. Mən bir dənə rəqəmi səsləndirmək istəyirəm. Bir kampaniya keçirək bir elə. Azərbaycan informasiya... Bir kampaniya keçirək, mən deyirəm. Hamlet müəllim... Azərbaycan tələbələri, buradan elan edirik. Azərbaycan tələbələri arasında belə bir kampaniya keçirək, qoy onlar da bizə məlumat versin. Məsələ, e-maillə məlumat versin. Sizə və mənə bilirlər də, girib adımızı yazıb versinlər ki, bax, biz bu məqələni qoyduq. Biz bir kampaniya eləyək. Mən də gedəndə Sabah Universitetdə elan eləyib. Siz iş yerimizdə elan eləyək. Yəqin mövzunu da müəyyənləşdirmək lazım ki, kampaniya hansı mövzu ilə? Mövzular, onlar özləri də yazacaqlar. Hər şeyi biz deyə bilmərik. Amma müəyyən şeyləri də biz tövsiyə eləyərik şübhəsiz. Belə. Buyurun, Rasim müəllim, siz nəsə əlavə eləmək. Çox sağ olun. Təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Xatırladıram ki, studiyamızın bugünkü qonaqları, həmsöhbətlərimiz akademik Ziyad Səmədzadə, akademiyanın müxbir üzvü Nizami Cəfərov, akademiyanın müxbir üzvü Rasim Əlquliyev və nəhayət fiziki riyaziyyat elmləri doktoru Hamlet İsaxanlı idi. Sağ olun, növbəti görüşə qədər.